Vaxtınız xeyir olsun əziz pasientlər. Bu günlər bir mövzuya toxunmaq istərdim. Əsas da fikrimi valideynlərə çatdırmaq istərəm ki, uşaqlarına istifadə olunan, yazılan korsetlərdən düzgün istifadə etmirlər. Belə bir məxrəcə son zamanlar gördüklərimdən bir ortaq məxrəcə gəldim ki, yəni həmkarlarım tərəfindən, kolleqalarım tərəfindən yazılan korsetlərdən düzgün istifadə olunmur. Ola bilsin ki, düzgün dinlənilməyibdir və yaxud da valideynlər düzgün qulaq asmayıblar nə barəsində. Korsetlərini əsas da gecə saatlarında, yuxu rejimi saatlarında korsetlərdən istifadə olunur. Bu da birmənalı düzgün deyil. Yəni gecə saatlarında, yuxu rejimi saatlarında korsetlərdən istifadə etmək olmaz. Bu uşaqların psixoloji durumuna da təsir edə bilir, yuxu rejiminə təsir edə bilir. Yəni sizdən xahişim ondan ibarətdir ki, həmkarlarım, kolleqalarım məlumat verəndə düzgün dinləyin və düzgün edin. Çox sağ olun, minnətdaram.